Şəhid Kərim Əhmədəliyev Rövşənoğlu 1998-ci il 12 iyunda Sumqayıt şəhərində anadan olub. Kərim öz sağlamlığı üçün həvəskar şəkildə idmanla, o cümlədən də üzgüçülüklə məşğul olub. O, məktəbi bitirdikdən sonra 2016-2020-ci illərdə Gəncədə Azərbaycan Texnologiya Universitetində ali təhsil alıb. Hər zaman dərslərini yaxşı oxuyan biri olub. Uşaqlığından Quran oxuyan Kərim, boş vaxtlarında mütaliə etməyi sevərdi. Rövşən Abdullaoğlu onun sevimli yazıcısı idi. Şeir yazmaq onun hobbisi idi. Gələcəkdə kitab qələm almaq istəyirdi. Kərimin ən çox işlətdiyi və bəyəndiyi ifadələr belə idi. Hər şey yaxşı olacaq. Sonunu düşünən qəhrəman olmaz. Sakit, zəkalı, iti yaddaşlı, dünya görüşlü, həmçinin mehriban, xeyirxah, mədəni, kübar, qorxmaz, cəsur biri olub. Eyni zamanda olduqca qabiliyyətli və istedadlı, gözəl və səlis nitqə malik idi. İctimai tədbirlərdə fəal şəkildə iştirak edərdi. Yaşının neçə olmasından asılı olmayaraq, hər zaman və hər yerdə hamının sevimlisi olub. Uşaqlıq çağlarında, məktəb illərində, universitet vaxtlarında, adi həyatda, həmçinin hərbi xidmət dövründə yoldaşları tərəfindən ehtiram bəslənilən biri olub. Yay tətilləri zamanı işləmək üçün xaricə gedərdi. Onun çoxlu amma böyük arzuları və hədəfləri var idi. Ailəsinin maddi rifahını yaxşılaşdırmağı arzulayardı. O, həmişə cəmiyyət üçün faydalı biri olmağa can atırdı. Kərim, gənclərə mənəvi dəstək olmaq, onların təhsil problemlərinə köməklik göstərmək, onları düzgün yola yönəltmək, pis vərdiş və işlərdən çəkindirmək istəyirdi. Həcc, Məşhəd və Kərbəla kimi müqəddəs məkanları ziyarət etməyi arzu edərdi. Kərim sanki uşaqlıq illərindən gələcəkdə şəhid olacağını hiss edirdi. O, bir dəfə məktəbdə qurulan teatral səhnəcikdə milli qəhrəman şəhid Mübariz İbrahimov rolunu peşəkarcasına canlandırmışdı. Hətta müəllimindən belə soruşmuşdu. Şəhid olsam, mənə də səhnəcik hazırlayacaqsınız? Bakalavriatdan sonra magistraturada oxumağa hazırlaşan Kərim son anda fikrindən daşınmışdı. O, əskərliyə gedib gəldikdən sonra ali təhsilini davam etdirməyi planlaşdırırdı. Vətən müharibəsi başlayan zaman hərbi xidmətdə olan Kərim, Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 4-ü Suqovuşanın uğrunda döyüşlər zamanı yaralı silahdaşlarını xilas edərkən şəhadət zirvəsinə ucalıb. 9 oktyabrda nəşi neytral ərazidən çıxarılan Kərim, 10 oktyabrda Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib. Subay idi. Vətən uğrunda və Suqovuşanın azad olunmasına görə medalları ilə təltif edilmişdir. Ruhu şad olsun.